Deməli, bugünkü dərsimiz coğrafiyanın inkişaf tarixidir. Coğrafiya sözünün mənası geoyer, qrafı yazıram. Yeri təsvir edirəm mənasına gəlir. Coğrafiya termini ilk dəfə elmə gətirib Eratosfen. Eratosfen eradan əvvəl 2-3-cü əsrlərdə yaşayıb, 3-2-ci əsrlərdə yaşayıb. Coğrafiyanın bilirik ki, iki sahəsi var, fiziki və iqtisadi sahələrdir. Coğrafiyanın tarixi 4 mərhələdən keçmişdir. Qədim dövr 5-ci əsrə qədər, bu dövrə ilkin təsəvvürlər dövrü də deyilir. Orta dövr 5-15-ci əsrlərə qədər. Böyük coğrafi kəşflər dövrü 15-ci əsrin ortalarından 17-ci əsrin ortalarına qədər. Yeni dövr isə 17-ci əsrin ortalarından hal-hazırki dövrə qədər davam edib. Qədim dövr coğrafiyaçılarından biz Pifaqoru, Falesi, Aristoteli, Ptolomeyi, Eratosfeni, Hipparxı, Strabonu, Krates Molloskini misal göstərə bilərik. Həmçinin qədim dövrdə xalqlar da coğrafiya haqqında bir sıra fikirlər söyləmişdi. Bunları biz Şumerlər və Babilləri misal göstərə bilərik. Şumerlərə görə yer 4 cəhətdən ibarətdir. Yəni yer 4 cəhət var. Hər cəhətdə bir dünya var. Özlərinin isə həmin cəhətlərin mərkəzində yaşadıqlarını hesab edirdilər. Babillərə görə isə 3 qatdan ibarətdir yer. Özləri mərkəzdə, digərləri isə göyün üst və ya yerin alt qatlarında yaşayırlar. Bu Şumer və Babillərə görə yerin təsviri idi. Fales yerin okeanda üzən nəhəng ağac parçası kimi təsvir edirdi. Həmçinin Fales Avropa ilə Asiyanı ilk dəfə ayırmağa başlayıb, üfüqün cəhətləri və qitələr terminini ilk dəfə işlədib. Fales və təbiətşünaslığın əsasını qoyub. Xüsusilə təbiətşünaslığın əsasını qoyub. Sonra Yunan alimi Pifaqor və Aristotel ikisi də yerin küre formasında olduğunu söyləmişlər. Sadəcə Pifaqor yerin küre formasında olduğunu deyib əsaslandıra bilməyib, amma Aristotel yerin küre forması olduğunu deyib və əsaslandırıb. Necə əsaslandırıb? Aristotel bunu ay tutulması zamanı yerin kölgəsinin ora düşməsinin nəticəsində əsaslandırır ki, küre formasındadır. Coğrafiya elminin sözünü elmə gətirən Eratosfen olub. Eratosfen eradan əvvəl 3-2-ci əsrdə yaşayıb. Həmçinin Eratosfen coğrafiyada misilsiz xidmətlər olub. Yəni yerin ölçülərini hesablayıb. İlk coğrafiya adlı kitabın müəllifidir. Bizə məlum olan ən qədim xəritənin müəllifidir. Coğrafiyanın atası adlandırırlar. Tərtib etdiyi xəritədə bilirik ki, coğrafiya ilk xəritəni Eratosfen tərtib edib. Tərtib etdiyi xəritədə Cənubi Avropa idi, Şimali Afrika idi, Cənub-Qərbi Asiya təsvir olunmuşdu. Şimali Afrika həmin dövrdə Liviya deyirdilər. İkinci xəritəni bilirik ki, Ptolomey hazırlamışdı. Bu daha mükəmməl xəritə idi. Ptolomey xəritəsində paralel meridianlar, yəni dərəcə torundan istifadə olunmuşdu. Həmçinin yerin əyriliyi nəzərə alınmışdı, xüsusilə Ptolemeyin tərtib etdiyi xəritədə və daha geniş ərazilər tərtib olunmuşdu. Yəni Şimali Afrika, Cənubi Avropa və Cənub-Qərbi Asiyadan başqa digər ərazilər də tərtib olunmuşdu. Eratosfen ilə Ptolemeyin tərtib etdiyi xəritəni oxşar cəhət olur ki, eyni ərazilər təsvir olunmuşdu. Ancaq Ptolemeydə nisbətən həmin ərazilərdən əlavə ərazilər də təsvir olunub. Fərqli cəhətləri isə bilirik ki, Ptolemeyin tərtib etdiyi xəritə daha mükəmməldir. Orada paralel meridianlardan istifadə olunmuşdu və yerin əyriliyi nəzərə alınmışdı. Amma Eratosfendə yerin əyriliyi nəzərə alınmayıb, paralel meridianlardan istifadə olunmayıb. Bu Ptolemeyin Eratosfenin tərtib etdiyi xəritənin üstün cəhəti idi. Bəs Eratosfenin tərtib etdiyi xəritənin Ptolemeyin tərtib etdiyi xəritədən üstün cəhəti nədir? Deyilsə, Eratosfenin tərtib etdiyi xəritədə su sahəsi hal-hazırki su sahəsinə yaxın təsvir olunmuşdur və bu üstün cəhət kimi qəbul olunur. Həmçinin Ptolomey geosentrik sistem nəzəriyyəsinin müəllifidir, banisidir. Bu nəzəriyyəyə görə Günəş sisteminin mərkəzində yer dayanır və digər səma cisimləri Günəş də daxil olmaqla yerin ətrafında dövrə vururlar. Bu geosentrik nəzəriyyədir, Ptolomeydir. Ptolomey də 2-ci əsrdə yaşayıb. Hipparxa görə, Hipparxın dediyinə görə yerin öz oxu və Günəş ətrafında fırlanmasını irəli sürüb. Həmçinin iqlimin Günəşdən üfüqdən, hündürlükdən asılı olaraq dəyişməsini demişdir. Yəni Hipparx yerin öz oxu və Günəş ətrafında fırlanmasını deyib və iqlimin Günəşin üfüqdə, hündürlükdən asılı olaraq dəyişməsi fikrini irəli sürmüşdür. Strabon bilirik ki, tarix kitabının müəllifidir. 17 cilddən, daha doğrusu tarixi coğrafiya kitabını yazmışdı. 17 cilddən ibarətdir. Və həmin cilddə 13-cü cildində Qafqaz Albaniyası haqqında da məlumat vermişdi. Krates Molloski ilk qlobusun müəllifidir.
dövrümüzə qədər gəlib çatmayıb ancaq. Baxın, dövrümüzə qədər gəlib çatmamışdır Kratos Moldovski. Amma ilk qlobusun müəllifi kimi tanınır. Qədim dövrdə aid oldu deməli Şumerlərdir, Babillərdir, Fales coğrafiyaşünaslardan, Pifaqor, Aristotel, Eratosyan, Ptolomey, Yunanlı Hipparx, Yunanlı Strabon, Yunanlı Kratos Moldovski. Buradan gördüyünüz kimi Yunanlıların xidmətləri daha çox olmuşdur, Yunan alimlərinin. Orta əsrlər dövrü. Orta əsrlər dövrü 5-15-ci əsrləri əhatə edir. Bu dövrdə yenə bir sıra xalqların da xidmətləri olmuşdu. Orta əsrlər dövrünə aid Afanas Nikitindir, coğrafiyaşünası, Marco Polo'dur, səyyah, Nəsrəddin Tusidir, Əbdülrəşid Bakuvidir, Əlbirunidir, Mahmud Qaşqaridir. Bundan əlavə İrlandiyalılar və Skandinaviyalılar, yəni Vikinglər də deyirlər, Orta əsrlər dövrünə aiddirlər. 7-ci əsrdə İslandiyanı kəşf edib İrlandiyalılar. Baxın, İslandiyanı kəşf edib İrlandiyalılar 7-ci əsrdə. Skandinaviyalılar, yəni Vikinglər isə Qrenlandiya adasını kəşf ediblər. Yəni onlar İslandiyaya yaxınlaşıblar, sadəcə orada İrlandiyalılar idi və onlar yolların digər tərəfə, yəni qərbə doğru üzməkdə, şimal-qərbə doğru üzüblər və orada sahil, yaşıl sahil görüblər. Oranı Qrenlandiya, yəni yaşıl torpaq, yaşıl sahil belə adlandırıblar. Təxminən 1000-ci ildə Leif Eriksonun başçılığı ilə Şimali Amerikanın qərb-şərq sahillərində çatıblar Vikinglər. Yəni Qrenlandiyanı və Şimali Amerikanın şimal-şərqinə ilk dəfə gəlib çatan Vikinglər olmuşdur. Mahmud Qaşqari 10-cu əsrdə yaşayıb türk xalqlarının məskunlaşdığı əraziləri gəzib və onların ədəbiyyatını, dilini öyrənib, türk xalqlarının dilinə aid lüğət də tərtib edib. Türk xalqlarının dilinə aid lüğəti tərtib edib Mahmud Qaşqari 10-cu əsrdə. Əlbiruni bilir ki, şərqdə ilk dəfə yerin kiçildilmiş modelini, yəni qlobusunu hazırlamışdır. Bu qlobus gildən hazırlanmışdır. Əbdülrəşid Bakuvi 14-15-ci əsrdə yaşayıb. Əbdülrəşid Bakuvinin yazdığı Abdələrin Xülasəsi, Qüdrətli Hökmdarın Möcüzələri adlı kitablar var, əsərlər var. Onlar da Parisdə saxlanılır. Əbdülrəşid Bakuvi bilirik ki, dünyanı 7 iqlimə bölüb. Bakının da Küləklər şəhəri adlanır. Təxminən Bakının da 4-5-ci iqlim qurşaqlarında olduğunu söyləmişdi. Nəsrəddin Tusi 1201, yəni 13-cü əsrdə yaşayıb, 1201-1273-cü illərdə ulduzlu səmanın qlobusunu hazırlayıb, Marağa rəsədxanasını tikdirmişdi, iqlim xəritəsi tərtib etmişdi, coğrafi məntəqələrinin koordinatlarını vermişdi, yerin günəş ətrafında dövr etdiyini nəzəri cəhətdən əsaslandırmışdı. Bu, Nəsrəddin Tusinin gördüyü işlərdir. Marağa rəsədxanası tikdirib, ulduzlu səma qlobusu hazırlayıb, iqlim xəritəsi tərtib etmişdi. Coğrafi məntəqələrin koordinatlarını vermişdi Nəsrəddin Tusi. Çinə və Hindistana səyahət edib Marco Polo 13-cü əsrdə. Marco Polo İtalyan olub. İtalyan taciridir Marco Polo. 13-cü əsrdə Çinə və Hindistana, Mərkəzi Asiya səyahət edib. Marco Polo həmçinin, baxın, Venesiyadan səyahətə başlayır. 3 dənə okeanda üzür, yəni həm Atlantik okeanda Aralıq dənizindən üzür, həm Hind okeanında, Şri-Lanka falan keçir, həm də ki Sakit okeanda, yəni 3 dənə okeandan üzür Marco Polo. Mərkəzi Asiyanı, Şri-Lankanı falan, Cənub-Şərqi Asiyanı, Mərkəzi Asiyanı, Cənub-Qərbi Asiyanı, Asiya səyahət edir. Həmçinin Çinə və Hindistan ilə Cənubi Asiya və Şərqi Mərkəzi Asiyada səyahət edir. Afanas Nikitin Rus taciri olub. Afanas Nikitin isə Rus olub. 15-ci əsrdə yaşayıb, Rusiyadan Hindistana səyahət etmişdi Afanas Nikitin. Rusiyadan, daha doğrusu yəni Rusiya Hindistana səyahət edib və burada Qafqazda da olub. Şamaxı şəhərləri, Bakı şəhərləri haqqında da məlumat verib. 3 dəniz arxasına səyahət əsərində müəllifi də Afanas Nikitin. 3 dəniz arxasına səyahət əsərinin. 3 dəniz arxasına səyahət əsəri deyəndə, yəni 3 dəniz hansı dənizlər nəzərdə tutulur? Qara, Xəzər və Ərəbistan dənizləri. Qara, Xəzər, Ərəbistan dənizləri. Ərəbistan. Bu dənizlər nəzərdə tutulurdu 3 dəniz arxasına səyahət əsərində. Orta əsrlər dövründə aid olan hadisələr buralardır. Buradan İrlandiyalılar 7-ci əsrdə dedik İslandiya adasını kəşf ediblər. Skandinaviyalı, yəni Vikinglilər Qrenlandiyanı və Qrenlandiyada yaşıl ərazi, yaşıl torpaq gördüklərini sonra Qrenlandiya adlandırırlar. Leif Eriksonun başçılığı altında 1000-ci ildə təxminən Şimali Amerikanın şərq sahillərinə gedib çıxırlar. Mahmud Qaşqari 10-cu əsrdə yaşatdı. Türklərin dilinə aid lüğət tərtib etdi. Əlbiruni şərqdə gildən işləvə qlobus hazırlamışdı. Bakuvi
7 iqlimə bölmüşdü dünyanı və abidələrin xülasəsi qüdrətli hökmdarlığın möcüzələri kitabı da Parisdə saxlanılır. Nəsrəddin Tusi bildik ki, 13-cü əsrdə yaşayıb, ulduzlu səma qlobusudur, iqlim xəritəsidir, Maraq xəritəsini tikdirmişdi, coğrafi məntəqələrin koordinatlarını vermişdi, nəzəri cəhətdən yerin günəş ətrafında dövr etdiyini əsaslandırmışdı. Tacirlərdən Marco Polo və Afanasi Nikitini misal göstərə bilərik. Marco Polo İtalyan tacirdir. 13-cü əsrdə yaşayıb, Mərkəzi Asiyaya səyahət edib və Çinə, Hindistana, eyni zamanda 3 okeanda üzüb. Afanasi Nikitin Rus taciri olub, 15-ci əsrdə yaşayıb, Rusiyadan Hindistana səyahət etmişdi. Qafqazda olub, Bakı və Şamaxı şəhərləri haqqında da məlumat verib, 3 dəniz arxasında səyahət əsərinin müəllifidir. 3 dəniz arxasında deyəndə Qara, Xəzər və Ərəbistan dənizləri nəzərdə tutulur. Böyük coğrafi kəşflər dövrü 15 və 17-ci əsrlərin ortalarında, 15-ci əsrin ortalarından 17-ci əsrin ortalarına qədər olan dövrü əhatə edir. Böyük coğrafi kəşflər dövründə aid olan səyyahlardan biz Christopher Columb'dur, Amerigo Vespucci'dir, Vasco da Gama'dır, Fernand Magellan'dır, Abel Tasman'dır, Holland səyyahları, William Janson'dur, Mercator'dur, Nikolay Kopernik'dir, Piri Reis'dir. Bunlar böyük coğrafi kəşflər dövrünə aid olan səyyahlardır. Elə böyük coğrafi kəşflər dövründə Christopher Columb'dan başlayıb. Christopher Columb, Christopher Columb, Fernand Magellan və Vasco da Gama. Bu 3 səyyah Hindistana dəniz yolunu axtarmaq üçün səyahətə çıxıblar. Birinci Christopher Columb Hindistana dəniz yolunu axtarmaq üçün məqsədi ilə səyahətə çıxır və 1492-ci ildə səyahət baş tutur. Bir müddət üzdükdən sonra torpaq görür və buranı indiki Baham adaları idi, olduğu ərazi. Amerika qitəsini kəşf edib Christopher Columb və oranı ömrünün sonuna qədər 3 dəfə səyahət edib və oranı ölənə qədər Hindistan olduğunu zənn edirdi. Ona görə də orada yaşayan əhaliləri hindular, torpaqlar isə West Hind adlandırdı. Christopher Columb'un kəşf etdiyi ərazilər deyirik West Hind adaları oldu. Sarqas dənizin Christopher Columb kəşf edib, Passat cəryanı və Gulf Stream cəryanını Christopher Columb kəşf edib. Christopher Columb niyə qərbdə axtarırdı Hindistanı? Çünki yerin küre formasında olduğunu əsaslanmışdı. Qərbi üzməklə Hindistana çatacağını zənn edirdi. Gəmilər Santa Maria Pinta Ninya gəmilərindən səyahətə çıxır Christopher Columb. Amerigo Vespucci bilir ki, Christopher Columb'un səyahətlərində iştirak eləyib və Amerikanın yeni qitə olduğunu sübut etmişdir və ona görə də həmin ərazi Amerigo Vespucci'nin adından Amerika adlanmışdı. Amerika kəşf olunandan sonra İngilis və Fransızlar, İspan və Portugallılar qitənin müəyyən hissələrində məskunlaşıblar. Bilir ki, Amerikanın şimal hissələrində İngilis və Fransızlar, mərkəz və cənub hissələrində İspan və Portugallılar məskunlaşıblar. Daha sonra Hindistana dəniz yolunu açan Vasco da Gama olmuşdu 1498-ci ildə. Hindistana dəniz yolunu axtarmaq məqsədilə 1498-ci ildə səyahətə çıxır. Afrikanın cənubundan dolanaraq Hindistana çatır. Bunun nəticəsində baxın Hindistana dəniz yolu tapıldı və əlavə olaraq Afrikanın ölçüləri müəyyən edildi. Bu da məntiqidir. Yəni Hindistana dəniz yolunu axtarmaq üçün Afrikanı dolaşıb Hindistana gedib dəniz yolunu tapıb. Afrikanın da ölçüləri müəyyən olunub. Daha sonra Fernand Magellan 1519-1522-ci illərdə ilk dəfə dünya səyahətinə çıxıb. Əsas məqsədi də dünya səyahətinə çıxmaq da Hindistana ən qısa dəniz yolunu axtarmaq idi. Baxın, Hindistana dəniz yolu var idi. Vasco da Gama açmışdı 1498-ci ildə. Amma ən qısa dəniz yolunu axtarmaq məqsədi ilə 1519-1522-ci illərdə səyahətə çıxıb dünya səyahətinə Fernand Magellan. Və bu yerin küre şəklində olmasının praktik cəhətdən, yəni Fernand Magellan səyahətinin nəticələri nə oldu? Praktik cəhətdən yerin küre forması olduğu müəyyən olundu. Daha sonra okeanların bir-biri ilə əlaqəli olması ortaya çıxdı. Sonra Sakit Okeana o adı Fernand Magellan vermişdi, Pasifik, yəni üzdüyü müddətdə heç bir hadisəyə, təbiət hadisəsində dalğaya falan rast gəlmədən görə ona Pasifik, yəni Sakit Okean adı vermişdi. Səyahətin tam başa vura bilmir. Filippin adalarında Makran adasında yerli əhali tərəfindən öldürülmüş 1522-ci illərdə. Səyahətin Sebastian Juan Elcano davam elətdirir. Səyahətin tamamında da yer kürəsinin hərəkətinin əksinə hərəkət etdiklərinə görə təqvimdə bir gün itirdiklərini gördülər. Fernand Magellan səyahət edir. Fernand Magellan
Atlantik okeandan səyahətə çıxır, Sakit okeana keçir, Hind okeanına və oradan gəlirlər elə səyahətə başladığı yerə çıxırlar. Sadəcə Filippin adaları Makin adasında Fernand Magellan öldürülür. Böyük coğrafi kəşflər dövrünə aid olan Piri Rəis türk olub, türk kartoqrafıdır. 1513-cü ildə Atlantik okeanın şərq sahillərinin xəritəsini tərtib edib. 1513-cü ildə Atlantik okeanın şərq hissələrinin, sahillərinin xəritəsini tərtib edib. Piri Rəis. Daha sonra Nikolay Kopernik polyak alimidir. Heliosentrik sistem nəzəriyyəsini irəli sürmüşdür. Xatırladaq ki, dedik geosentrik nəzəriyyə banisi Ptolomey olub. Yəni yer mərkəzdə qalan bütün səma cisimlər Günəş də onun ətrafında dövr edir. Ancaq böyük coğrafi kəşflər dövründə Nikolay Kopernik, polyak alimi bunun belə yox, heliosentrik sistem nəzəriyyəsi olduğunu irəli sürmüşdür. Yəni Günəş mərkəzdə qalan bütün planetlər yer də daxil olmaqla Günəşin ətrafında dövr edir. Böyük coğrafi kəşflər dövrünə aid olan Herat Mercator bilirik ki, ilk coğrafiya atlasının müəllifidir. Hazırladığı xəritələr toplusunu Atlas adlandırmışdır. Avstraliyanın kəşf olunmasında, tədqiq olunmasında Holland səyyahları William Janson və Abel Tasmanın xidmətləri böyük olmuşdur. William Janson 17-ci əsrin əvvəllərində təxminən 1606-cı ildə Arafur dənizini keçərək Cape York yarımadasının qərb sahillərinə çatdı. Yəni Avstraliyanın şimal hissələri deyək, şimal-şərq hissələrinə səyahət edib William Janson. Və Avropalıların da Avstraliya ilk gəlişi hesab olunur. Kimdən? William Jansonla. İkinci səyyah Abel Tasmandır, Holland səyyahıdır. 1642-ci ildə Avstraliya səyahət edir. Artıq Avstraliyanın demək olar hər bir hissəsinə, şərqinə, şimal-şərqinə, cənub sahillərinə səyahət edib oranı öyrənmişdi. Və Abel Tasman Yeni Zelandiya və Tasmaniya adalarını kəşf etmişdi. Tasmaniya adasını elə öz adını Tasman adası deyir. Yeni Zelandiya adasını da kəşf etmişdi. Avstraliyaya yaxın adadır. Böyük coğrafi kəşflər dövrünə aid olan səyyahlar bunlardır. Xristofer Kolumbdur, Amerigo Vespucci'dir, Fernand Magellan'dır, Vasco da Gama'dır və burada birini də əlavə edim. Vasco da Gama'dan əvvəl Hindistana dəniz yolunu axtarmaqda Bartolomey Dias gedir. Bartolomey Dias Afrikanın cənubuna qədər, cənub ucqar nöqtəsinə qədər üzür. Sadəcə orada qasırğaya rast gəlir, məcbur geri qayıtmalı olur. Yəni, ya səhv etmirəmsə, orada qasırğada ölür, ya geri qayıdır heyətin müəyyən bir qismi. Ancaq oranı elə qasırğaya rast gəldiyinə görə Ümid burnu adlandırır Afrikanın cənub hissəsini. Müasir dövr 17-ci əsrin ortalarından bu günə dək davam edən dövrdür. Müasir dövrə aid olan səyyahlardan biz Semyon Dejenyovdur, Vitus Beringdir, əsas James Cookdur, İngilis səyyah olub. Lomonosov misal göstərə bilərək, Alexander Humboldt, David Livingstone, Stanley, Dokçayevdir, Bernhausen və Lazarevdir, Raul Amundsen, Robert Scottdur, Robert Peary'dir, Kruz Enişler və Lisyanskidir. Bunlar müasir dövrün səyyahları və coğrafiyşünaslarıdır. Semyon Dejenyov Rus səyyahı, Rus dənizçisi olub. Avrasiyanın ucqar şərq nöqtəsini fəth etmişdir ilk dəfə. Və ilk dəfə olaraq Avrasiya ilə Şimali Amerika arasında yerləşən boğazdan keçmişdir. Yəni bu boğaz hansı boğaz? Bering boğazından 1648-ci ildə, 17-ci əsrin ortalarında. Bering isə 18-ci əsrin əvvəllərində Dejenyovun keçdiyi boğazdan keçmiş. Yəni Bering boğazından keçmişdir və onun şərəfinə elə oranı Bering adlandırmışdı. Öz şərəfinə, öz adına Bering adlandırmışdı. Yəni ilk dəfə həmin boğazdan keçib Semyon Dejenyov, amma ora o adı verib Vitus Bering. Və burada xronoloji ardıcılıq düşsə, təbii ki, birinci Dejenyov götürüləcək. Çünki Dejenyov birinci Avrasiyanın ucqar şərq nöqtəsinə səyahət edib, oranı fəth edib və ilk dəfə olaraq həmin boğazdan keçib. Sonra Vitus Bering həmin əraziyə səyahət edib, öz şərəfinə də Bering adlandırır. 3 dəfə dünya səyahəti eləmiş İngilis dəniz səyyahı Vitus Bering. Üzr istəyirəm, James Cook. İngilis səyyahı James Cookdur. 3 dəfə səyahət eləyir. 1768, 1771, 1772, 75, 1776, 79. Həmin dövrdə də dünya səyahətləri 3 il davam edirdi. 68, yəni belə yadınızı saxlaya bilərsiniz. 68-dən 71-ə qədər davam edir. 72-dən 75-ə qədər davam edir. 76-dan 79-a qədər davam edir. James Cook Avstraliyanın müstəqil materik olduğunu sübut etmişdi. Avstraliyanı kəşf etmişdi William Janson
William Yanson 1606-cı ildə və Abel Tasman da oranı tədqiq etmişdi. Amma oranı ada olduğunu zənn edirdilər hər ikisi, həm Abel Tasman, həm də William Yanson. Amma oranı müstəqil materik olduğunu ilk dəfə James Cook söyləmişdi. Və Yeni Zelandiyanı bildik ki, Abel Tasman kəşf eləmişdi 1642-ci ildə. Yeni Zelandiyanın 2 müstəqil adadan ibarət olduğunu söyləyib James Cook. Havay adalarını James Cook kəşf edib. Cənub qütb dairəsindən cənuba keçən ilk səyyah James Cookdur. Yəni o Antarktidaya, cənubda bir torpaq olduğuna inanırdı. Oranı da kəşf etmək istəyirdi. Sadəcə hava şəraitindən, yəni ora bilirik ki, soyuq, şaxtalı hava şəraitindən yaxınlaşa bilməmişdi. Amma cənub qütb dairəsindən, yəni 66,5 dərəcə cənub ilə cənuba keçən ilk səyyahdır. Havay adalarında yerli əhali ilə toqquşmada həlak olmuşdu. Yəni bunun da taleyi Fernand Magellan kimi olmuşdu. Rus alimi Lomonosov. Lomonosov 1160-cı ildə iqtisadi coğrafiya terminini elmə gətirmişdi. İqtisadi coğrafiya termini bir ki, Avropada və Latin Amerikasında, Amerika qitəsində insan coğrafiyası da adlandırırlar. Müasir dövrə aid olanlardan Alexander Humboldt. Alexander Humboldt 1799-1804-cü ildə Bonplanla birlikdə Cənubi Amerika qitəsinə səyahət etmişdi. Cənubi Amerika materikinə. Həmin Cənubi Amerika materikini tədqiq edib Amazon və Orinoco çaylarını, baxın 2 dənə çayı, Amazon və Orinoco çaylarını, həmçinin Cənubi Amerikada olan vulkanları öyrənmişdi. Daha çox Chimborazo vulkanı zirvəsinə qalxmışdı. Materikin geoloji xəritəsini tərtib etmişdi. Baxın, geoloji xəritəsini, Cənubi Amerika materikinin geoloji xəritəsini tərtib edir Alexander Humboldt. Ant dağlarında bitkilərin şaquli yayılmasını öyrənmişdi. Və plus soyuq cərəyanların materikin iqliminə təsirini müəyyən etmişdi. Baxın, bəzən yazılar ki, isti cərəyanların materikin iqliminə təsirini, xeyr, soyuq cərəyanların, Humboldt cərəyanında öz adını adlandırmışdı. Sonra, səyahətindən sonra iqlimşünaslıq və bitki coğrafiyası elmləri də yaranmışdı. Alexander Humboldt'un. Daha sonra David Livingstone, Afrikanın öyrənilməsində David Livingstone və Henry Stanley'nin xidmətləri olmuşdu. David Livingstone 1849 və 73-cü illərdə səyahət edib Afrikanın mərkəz və şərq rayonlarını öyrənmişdi. Baxın, mərkəz və şərq rayonları, bəzən elə mərkəz və qərb rayonlarını və yaxud da şimal rayonlarını falan əsas öyrəndiyi hissələr mərkəz və şərq rayonları olmuşdur. Və ilk dəfə Afrikanın qərb sahillərindən şərq sahillərinə keçən David Livingstone olmuşdu. Qərb sahillərindən şərq sahillərinə keçən David Livingstone olmuşdu. Ola bilər yazarlar ki, şərq sahillərindən qərb sahillərinə keçən, qərbdən şərqə keçən ilk səyyah olmuşdu. Bundan başqa Kongo və Zambezi çaylarını, baxın, 2 dənə çayı. Alexander Humboldt kimi 2 dənə çayı. Alexander Humboldt Amazon və Orinoco çaylarını, bu isə Kongo və Zambezi çaylarını öyrənmişdi, yuxarı axınlarını. Nyasa və Tanganika göllərini, həmçinin Viktoriya şəlaləsini kəşf etmişdi. Henry Stanley isə, yəni David Livingstone'u axtarmaq məqsədilə, təbii ki, o gəlib çıxmamışdı, qayıtmamışdı. Onu axtarmaq məqsədi ilə Afrikaya səyahət edir və David Livingstone tapır, həmçinin də Afrikada da tədqiqatlar aparır. Henry Stanley 1871 və 89-cu illər. Baxın, görürsünüz, bu 73, 71. 71-ci ildə tapır və öz tədqiqatlarını da aparır Afrikada. Coğrafiyada Challenger gəmisi 1872-76-cı illərdə Böyük Britaniyanın gəmisi olub. İlk dəfə olaraq elmi okeanoloji ekspedisiya həyata keçirdi. Okean dibinin relyefin, orada yaşayan canlıları falan, bütün okean dibində nə var, hər şeyi öyrəndilər və bir kitab halına saldılar. Bu da Challenger gəmisi nəticəsində olmuşdu. Challenger gəmisinin səyahəti nəticəsində 1872 və 76-cı illərdə. Dokçayev Rus olub, 19-20-ci əsrdə yaşayıb, Rusiyanın Avropa hissəsində apardığı tədqiqatlardan sonra torpaqşünaslığın əsasını qoymuşdu. Torpaqşünaslığın əsasını Dokçayev 19-20-ci əsrlərdə yaşayıb, Rus alimi olub. Daha sonra Bernhausen və Lazarev də Rus olub, 1820-ci ildə Antarktidanı kəşf ediblər. Raul Amundsen və Robert Scott. Hər ikisi cənub coğrafi qütbünə səyahət ediblər. Raul Amundsen ilk dəfə 1911-ci ildə cənub coğrafi qütbünü kəşf etmişdi. Amma Robert Scott 1912-ci ildə cənub coğrafi qütbünü fəth etmişdi. Yəni o artıq cənub coğrafi qütbü kəşf olunmuşdu. Raul Amundsen 1911-ci ildə kəşf edilib. 12-ci ildə isə Robert Scott da səyahət edir cənub coğrafi qütbünə. Şimal coğrafi qütbünü isə 1909-cu ildə Robert Peary kəşf edir.
Daha sonra Rusiyanın Atom buzqıran gəmisi 1977-ci ildə Şimal qütbünə çatmışdır ilk dəfə. Kruzenişterin Lisyanski 1803-1806-cı ildə Rusların etdiyi ilk dünya səyahəti sayılır. Kruzenişterin Lisyanskinin etdiyi səyahət müasir dövrə də aiddir. Burada olan Robert Piridən digər tərəflərdən Piri Rəis qalmış. Piri Rəis türk kartoqrafı olub. Atlantik okeanın xəritəsini tərtib edib 1513-cü ildə. Amma Robert Piri isə 1909-cu ildə şimal coğrafi qütbünü kəşf edib. Daha doğrusu şimal coğrafi qütbünü kəşf etmişdir. Müasir dövrdə elə ki, Semyon Dejenyovdur, Vitus Beringdir. Birinci Semyon Dejenyov gəlir, sonra Vitus Bering gəlir. James Cook 3 dəfə dünya səyahəti eləyir. Lomonosov iqtisadi coğrafi termini elmə gətirir. Alexander Humboldt Cənubi Amerikaya səyahət edir. David Livingstone Afrikanı, Henry Stanley Afrikanı tədqiq edir. Challenger gəmisi 1872-76-cı illərdə səyahətə çıxır. Dokçayev 19-20-ci əsrdə yaşayır, torpaqşünaslığın əsasını qoyur Rusiyanın Avropa hissəsində apardığı tədqiqatlardan sonra. Bernhard Lazarev 1820-ci ildə Antarktidanı kəşf edir. Ralamis 1911-ci ildə Cənub coğrafi qütbünü kəşf edir. Robert Scott isə 12-ci illərdə Cənub coğrafi qütbünə səyahət edir, fəth edir. Robert Piri 1909-cu ildə Şimal coğrafi qütbünü kəşf etmişdi. Atom buzqıran gəmisi Rusiyanın idi. 1977-ci ildə, baxın, ili xüsusilə yadınızda saxlayın, Şimal qütbünə çatıb. Kruzenişterin Lisyanski isə 1803-1806-cı ildə Rusların ilk dünya səyahətini yerinə yetirir. Daha sonra müasir dövrdə Tur Heyerdal da var. Tur Heyerdal Norveç səyyahı olub. Tur Heyerdal Azərbaycanın Qobustan qaysı təsvirlərinin Norveçdə olan qaysı təsvirlərin oxşarlığını müəyyən etmişdi. Yəni Azərbaycanda səyahət etmişdi. Həmçinin də Cənubi Amerikada yaşayan, Cənubi Amerika Sakit Okeanda adalarında yaşayan əhalinin Cənubi Amerikadan ora necə getdiyini tədqiq edirdi. Bunun üçün qədim dövr gəmisi adla tərtib etmişdi. Bu gəminin adı Kon-Tiki idi. Kon-Tiki gəmisindən Sakit Okeanın adalarına səyahət etmişdi və bu sübut eləmək istəyirdi ki, həqiqətən də orada yaşayan əhali Cənubi Amerikadan gəlib. O da müasir dövrə aiddir. Sonra Azərbaycanda coğrafiya elminin inkişafına gəlsək, Azərbaycanda Hacı Zeynalabdin Şirvanidir, Bakıxanovdur, Abbasqulu Ağa Bakıxanovdur, Həsən bəy Zərdabidir, Qafur Rəşad Mirzəcadədir, Vəliyevdir və digər alimlərdir. Azərbaycanda coğrafiya elminin inkişafına xidmətlər olmuşdur. Hacı Zeynalabdin Şirvani ömrünün 40 ilini səyahətdə keçirmişdi. Səyahət etdiyi ərazilər Mərkəzi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya, Cənub-Qərbi Asiya, Şimali Afrika və Kanar adaları. Baxın, Asiyanın hansı regionlardır? Mərkəzi Asiya, Cənub-Şərqi Asiya, Cənubi Asiya, Cənub-Qərbi Asiya. Əlavə olaraq Şimali Afrika və Kanar adalarına. Ola bilər burada verərlər ki, Şimali Asiyada səyahət edib, xeyr eləməyib, ancaq səyahət elədiyi ərazilər həmin ərazilər olub. Kanar adalarına da səyahət edib. Daha sonra Abbasqulu Ağa Bakıxanov 19-cu əsrdə yaşayıb. Biz Abbasqulu Ağa Bakıxanovun 3 əsərini bilirik. Gürcüstani İrəmdir. Gürcüstani bilirik ki, Azərbaycanın tarixinə, iqtisadi, ictimai inkişaf haqqında yazdığı bir əsərdir. Qəribə kəşflər, Kəşkülü Qəraibdir əsərin adı. Yəni Xristofor Kolombun Amerikanı kəşf etməsi haqqında bəhs eləyir və Kainatın Sirləri əsəri var. Heliosentrik sistem nəzəriyyəsi haqqında bəhs edir, Kainatın Sirləri. Həsən bəy Zərdabi 19-cu əsrdə yaşayıb. Azərbaycanın təbiəti haqqında məlumatlar vermişdi Həsən bəy Zərdabi. Əkinçilik, daha çox torpaq coğrafiyası haqqında Əkinçi qəzetində məlumatlar vermişdi. Daha sonra Qafur Rəşad Mirzəzadə 20-ci əsrdə yaşayır. Ana dilində məktəblər üçün yazılmış ilk dərsliyin müəllifidir. Baxın, ilk dərsliyin müəllifi Qafur Rəşad Mirzəzadədir. 20-ci əsrdə yaşayıb. Baharlı Vəliyev isə 1921-ci ildə Azərbaycan kitabı nəşr olunsa da, amma uzun illər istifadəsi qadağan olunmuşdu. Yəni Azərbaycan kitabının müəllifi Vəliyevdir. Məmməd Həsən Vəliyev və Baharlı 1921-ci ildə yaşayıb. 20-ci ildə Azərbaycan adlı kitab nəşr olunur, amma uzun illər qadağan olunmuşdur. Azərbaycanın relyefinin öyrənilməsində Budaq Budaqov, Musayev Musayevovun xidmətləri böyük olmuşdur. Şıxlinski Mədədzadə Azərbaycanın iqliminin, Budaq Budaqov, Musayev Musayevov relyefin, Əlabbas Şıxlinski və Mədədzadə Azərbaycanın iqliminin, Salih Rüstəmov Azərbaycanın çaylarının, Həsən Əliyev və Məmməd Salayev Azərbaycanın torpaq örtüyünü, Hadi Əliyev
Hacızadə və Nadirov Azərbaycanın iqtisadi coğrafiyasını, Qasımgül isə Xəzər dənizinin öyrənməsinə xidmətləri böyük olmuşdu. Burada qarışdırılması nədir? Həsən Əliyev və Hadi Əliyevdir. Həsən Əliyev varsa torpaq coğrafiyasıdır. Torpaq örtüyünün öyrənməsinə xidmət olunmuşdur. Həmçinin Məmməd Salayev də torpaq örtüyünün öyrənməsinə xidmət olunmuşdur. Hadi Əliyev isə iqtisadi coğrafiyanındır. İqtisadi coğrafiyada Hadi Əliyev, Hacızadə və Nadirovdur. Bunlar Azərbaycanın coğrafiyasının öyrənməsinə xidmətləri olan coğrafiyaşünaslardır və səyyahlardır. Səyyahlar, məsələn, Həsən bəy Zərdabi səyyah olub. Xəritələrdən isə biz bu Eratosfenin və Ptolemeyin hazırladığı xəritələr, baxın ikisi də yan-yana, Eratosfenin hazırladığı xəritə, Ptolemeyin hazırladığı xəritə. Eratosfenin və Ptolemeyin hazırladığı xəritəyə baxanda biz oxşar cəhət kimi ikisində də eyni ərazilərin təsvir olunduğunu görürük, amma Ptolemeyin tərtib etdiyi xəritə biraz böyükdür, yəni həmçinin geniş ərazi, digər ərazilər də tərtib olunub. Baxanda Ptolemeyin xəritəsinə baxırıq, paralel və meridianlardan istifadə olunub, amma bu Ptolemeyin Eratosfenin tərtib etdiyi xəritədə yoxdur paralel meridian. Plus yerin əyriliyi nəzərə alınıb. Ptolemeydə baxsaz görərsiniz, amma Eratosfendə nəzərə alınmıyor. Və Eratosfenin xəritəsinə baxanda görürük, su sahəsi biraz çox təsvir olunub. Bu da bunun üstün cəhəti idi. Daha sonra Xristofor Kolumbun səyahətidir, səyahət marşrutu 3 dəfə səyahət edir və ömrün sonuna qədər oranın Hindistan olduğunu zənn edirdi. Və ikinci səyahətində baxın burada. İkinci səyahətində Venezuela ərazisinə də səyahət edir. Mərkəzi Amerika ölkələrinə, yəni orada West Hind adlandırır həmin əraziləri. Santa Maria, Ninya və Pinya gəmilərindən səyahətə çıxır. Daha sonra Vasco da Gama Portuqaliyanın səyahətə çıxır. Hindistana dəniz yolunu açan səyyahdır. Afrikanın cənub hissələrindən dolaşır və ki Mozambik boğazından keçir, gedir Hindistana dəniz yolunu tapır. Afrikanın ölçüləri də bundan sonra 1998-ci ildən sonra müəyyən olunur. Fernand Magellan dünya səyahəti yerinə yetirir 1519-1522-ci illərdə. İspaniyadan səyahətə başlayır, gedir özü dar boğazdan keçir və oranı Magellan boğazı adlandırırlar. Səyahət edir, gəlir Filippinə. Filippində yerli əhali tərəfindən öldürülür və onun səyahətini Elcano davam elətdirir, təzədən qayıdır İspaniyaya. Daha sonra James Cook 3 dəfə səyahət edir. İngilis dəniz səyyahı 3 dəfə səyahət edir. Səyahət etdiyi, baxın, 3-cü səyahətində rənglə göstərilib. Şimal Bering boğazına qədər gedib çıxır. Bering boğazına qədər. İlk dəfə dedik ki, James Cook Cənub qütb dairəsindən cənuba keçən səyyahdır. Sadəcə soyuqlar, hava şəraitinə əlaqədar geri qayıdıb, tam gedib çıxa bilməyib və plus da Yeni Zelandiyanın 2 müstəqil addan ibarət olduğunu, Avstraliyanın müstəqil materik olduğunu söyləmişdir James Cook. Daha sonra Alexander Humboldt. Alexander Humboldt dedik ki, 1799-1804-cü illərdə səyahət edir Cənubi Amerikaya, bu planla birlikdə səyahət etdiyi ərazilərə bir sıra tədqiqatlar aparır və bu miqçilər üçün miqə hazırlaşanlar ola bilər ki, indiyə qədər coğrafiya tarixindən sual düşməyib, yəni indiyə qədər düşməyib heç yerə. Amma ola bilər gələcəkdə düşə bilər, bu o demək deyil ki, düşməyəcək. Bu hissədən sual düşə bilər, yəni burada gəmilərin falan adları var, Pizarro gəmisindən falan, Rio Negro çaylarının 75 günlük səyahət falan ola bilər ki, oradan da düşə bilər. Marco Polo. Marco Polo dedik ki, İtalyan səyyahdır, oradan Venesiyadan səyahətə başlayır. Baxın, Aralıq dənizindən keçir. Aralıq da Atlantik onun olduğuna görə bir Atlantik okeanından. Plus gəldi, baxın, Hind okeanından hərəkət eləyir. Bir Hind okeanından və plus da ki, burada Sakit okeandan. 3 okeanda üzür Marco Polo. Mərkəzi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya, Cənub-Qərbi Asiya səyahət eləyir Marco Polo 13-cü əsrdə. Sonra xəritələrdən deməli, Marco Polo dedik. Abel Tasman və William Yansondur. William Yanson dediyimiz ki, Arafor dənizindən keçir və gəlir York yarımadasına, Avstraliyanın şimal-şərqinə. Həmin ərazilərin tədqiq edir. Amma Abel Tasman gördüyünüz kimi 2 dəfə səyahət edib. 1642, 43 və 44-cü illərdə Avstraliyanın şimal-qərbinə, şimalına və bundan başqa cənub hissələrini, cənub-şərq hissələrini öyrənməsinə, Yeni Zelandiya falan səyahət edir. Hər iki səyyah dedik ki, Avstraliyanın adı olduğunu zənn edirdilər və Tasmaniya adasın, plus da ki, Yeni Zelandiyanı da Abel Tasman kəşf etmişdi 1642-ci ildə. Amma bura müstəqil materik olduğunu dedi James Cook.
Son olaraq isə yeni dünyadan köhnə dünyaya və köhnə dünyadan yeni dünyaya gətirilən məhsullar var. Oradan bizə gələnlər, yəni yeni dünyadan köhnə dünyaya gələnlər kartofdur, bibərdir, pomidordur, qarğıdalıdır, balqabaqdır, plus Hind toyuğudur ki, oradan bizə gəlib. Amma bizdən ora gedənlər isə Afrikadan qəhvədir, yəni bilirik ki, qəhvə vətəni Afrika, kələmdir, xiyardır, buğdadır, armuddur. Buna başqa canlılardan arıdır, inəkdir, atdır, qoyundur, toyuqdur. Bunlar buradan ora gedir. Baxın, oradan bura gələn canlılardan bir dənə Hind toyuğudur. Buradan ora gedən canlılar isə digərləri atdır, inəkdir, arıdır, qoyundur, toyuqdur. Buradan ora gedirlər. Yeni dünya deyəndə təkcə Amerika qitəsi nəzərdə tutulur. Avstraliya qitəsi yeni dünyaya daxil deyil. Köhnə dünya deyəndə isə Afrika, Avropa və Asiya nəzərdə tutulur. Bunlar da köhnə dünyadır. Avstraliyanın inkişaf tarixi bunlardır. Dediyim kimi, xronoloji ardıcılıqlar da ola bilər, düşə bilər. Xronoloji ardıcılıqlarda baxmaq lazımdır. Şumerlərdir, Babillərdir, fransızlar, ingilislər, ispanlar, portuqallardır, Fernand Magellandır. Hindistana dəniz yolunu kəşf etmək istəyən səyyahlardır ki, və bu Christopher Kolumb olub, Amerigo Vespucci, daha doğrusu Christopher Kolumb, Vasco da Gama olub, Bartolomeu Dias olub və Fernand Magellan Hindistana dəniz yolunu axtarırlar. Hindistana ən qısa dəniz yolunu axtarırdı Fernand Magellan. O səyahət etdiyi dövrdə Hindistan dəniz yolu açılmışdı, sadəcə ən qısasını axtarırdı və dünya səyahəti həyata keçirtdi.